Və həmçinin bizdə Azərbaycanda biz bütün, yəni qardaşlar bir şey bilməlidirlər. Bunu xüsusən altından, yəni xətt çəkərək deyirəm. Qardaşlar bir şey bilməlidirlər ki, vallahi onlar böyük nemət içərisindədirlər. Böyük nemət üzərindədirlər. Sadəcə olaraq, indi gətirəcəm bu nemət nədir? Və gətirəcəm bu nemətin Şeyx Albani ilə, İbn Useymin ilə, Şeyx İbn Baz ilə, bu kimi müasir, deyək də, sələfi alimlər ilə əlaqəsi nədir? Sadəcə olaraq qardaşlar o nemətin içərisindədirlər deyənə, o nemətin fərqində deyirlər. Çünki adətən belədir ki, insan neməti əldən verəndə o nemətin fərqinə varır. Ona görə bu qardaşlar və ya kiminsə başına bu gəlibsə, ölkədən bir müddət ayrılıb, demirəm kafir ölkəsinə gedib, yox, hətta müsəlman ölkəsinə, buradakı bu cəmaatı itirib, həmin ölkədə gözə axtarıb, onda fərqinə varıb ki, doğrudan da Azərbaycanda olanda hansı nemətin içərisində olub. Hələn bu qədər ixtilaflara rəğmən, xüsusən də son dönəm ixtilafları nəzərdə tuturam. Cərh, təcrih, təbdi babında olan bu qədər ixtilaflara rəğmən yenə də böyük nemət içərisindədirlər. O nemət də nədir? Bugün Azərbaycan o ölkələrdəndir ki, Azərbaycanda yəni əhl-i-sünnə deyəndə hədis əhli nəzərdə tutulur. Azərbaycan o ölkələrdəndir ki, Azərbaycanda əhl-i-sünnə deyəndə sələflər nəzərdə tutulur və belə ölkələr çox azdır. Bu o demək deyil ki, sələflər azdır, yox. Dünyanın şərqindən, qərbinə, şimaldan, cənuba elə bir ölkə tapmarsan ki, orada sələflər olmasın, əhl-i-sünnə vəl-cəma hədis əhli olmasın. Amma biz bundan danışmırıq əhl-i-sünnətin olub olmamasından. Biz bundan danışırıq ki, elə bir diyar ki, orada əhl-i-sünnə deyəndə məhz hədis əhli nəzərdə tutulur. Belə ölkələr çox azdır. Belə ölkələr bir Hindistandadır, Pakistan və Yemən əhli, bir neçə ölkə və bir də Azərbaycan. Azərbaycanda hətta təsəvvür edin, bidət əhlindən biri, məsələn bizdə deyirlər ki, məsələn ibarə var da, sünni şiə, əhl-i sünnə, əhl-i şiə. Deməli, etiraz edir. Deyir ki, siz Azərbaycanda ümumiyyətlə deməyin ki, əhl-i sünnə və əhl-i şiə. Siz deyin ki, sələflər və şiə. Yəni, onun anlayışına görə Azərbaycanda əhl-i sünnə yoxdur. Çünki Azərbaycanda əhl-i sünnə deyəndə yalnız kimlər nəzərdə tutulur? Sələflər. Yəni, təsəvvürlə bunu bidət əhli görür. Bunu bidət əhli etiraf edir. Bu böyük nemətdir.